Salam. Obrazlar və adamlar verilişimizin ikinci bölümündə sizləri xoş gördük. Salam Bahəddin, necəsən? Sağ olun Zam, sağ ol. Sən necəsən? Şükür, mən də yaxşıyam. Bizim verilişimizin birinci bölümü haqqında təəssüratların necədir? Təəssüratlar yaxşıdır. Ümumiyyətlə birinci bölüm olaraq mənə elə gəlir ki, yaxşı təsir bağışlayır. Ümumiyyətlə ətrafda yaxın olan, yəni şəxsən özümə aid deyirəm, mənə yaxın olan çevrənin dediklərinə görə ədəbiyyatla bağlı olan bir veriliş, belə deyək, podkast əslində o qədər də maraq doğuracaq bir addım deyil idi. Mənə elə gəlir ki, başlanğıc üçün yaxşıdır, çox yaxşıdır. Ümid edirəm ki, inşallah bundan sonraki podkastlarda daha çox maraq oyandıra biləcəyik. Belə, yəni başqa deyəcək birinci bölümlə bağlı heç bir sözüm yoxdur. Əslində elə ikinci bölümümüz də maraqlıdır. Mövzumuz düşündürücü bir mövzudur. Belə deyim ki, sırf cəmiyyətlə əlaqəsi olan bir mövzudur. Mən fikirləşirdim ki, bəlkə də biz tamam ikinci bölümümüzdə başqa bir əsər seçəcəyik, amma mən belə deyim ki, sən bu addımı həqiqətən sözün əsl mənasında dəyərləndirirəm. Çox gözəl bir mövzu. Mən təklif edirəm ki, bu üçüncü addımı da sən təklif edəsən ki, hansı əsəri qoyaq. Birincini Qalavoyevlər ailəsində mən belə fikirləşdim ki, bu yaxşıdır. İkincisi də artıq açıqlamaq üçün məncə tam zamanıdır. Fransız yazıçısı, filosofu Albert Camus'un bugün yad əsərini biz cəmiyyətdəki yadlaşmış adamlarla eyniləşdirəcəyik. Həmin əsərdəki obrazları və problemləri özünə yadlaşmış və problemlərinə doğmalaşmış cəmiyyətdəki adamlarla eyniləşdirəcəyik. Məncə bu əsərin seçimi mənə elə gəlir ki, tam doğru, düzgün seçimdir. Çünki ilk növbədə bunu deyim ki, sənə bir dənə sualım var, daha doğrusu çünkidən qabaq. İnsanlar niyə bu qədər cəmiyyətimizdə özlərinə və belə deyək, bir-birlərinə yaddırlar? Belə başa düşürəm ki, hazırda yadlaşmanın əsas prinsiplərindən, əsas meyarlarından biri də mən belə başa düşürəm ki, maddi gəlirlə əlaqəlidir. Məsələn, kiçik bir nümunə çəkmək istəyirəm. Tutaq ki, hər hansısa bir övlad bir ailədə 3 qardaş və yaxud 4 qardaşdırlar, ailədə 4 nəfərdilər. Fikirləşirəm ki, məsələn, bugün onların bir-birinə yad münasibətinin olmağı, hər hansısa bir qardaşın bir problemi olur. O problemin maddiyyatı müəyyən bir həcmdə olur. Deyək ki, belə deyim ki, məsələn 4000-lik, 5000-lik və yaxud daha böyük problem çərçivəsindədir. Və sən də ona öz maddi gəliri hesablayırsan, fikirləşirsən ki, mən buna nə qədər kömək eləyə bilərəm? Bu yad münasibəti nə qədər mehribanlığa çevirə bilərəm? Hesablaya bilirsən də yəni. Yəni hesablayırsan qədər maddiyyatın var da. Yox, fikirləşirsən ki, məsələn, tutaq ki, mən ayda alıram 500-600 manat, mənim xərcim gəlir 400 manat, 500 manat ətrafında falan. 400 manatsa oradan bir 100 manat, 600 manatsa oradan ən uzağı 200 manat köməklik göstərə bilərəm. Və həmin köməkliyi adam öz içərisində utanır aparıb təqdim eləməyə ki, bu da məndən sənə bir kömək. Ben belə olur, yadlaşma prosesinə gəlir. Utanırsan, yoxsa belə deyək, sənin o maddi olaraq əlində olan kiçik bir vəsaitin ona kömək eləməyəcəyini düşünürsən? Yox, fikirləşirəm ki, onun yəni yarasına nə qədər məlhəm ola bilər ki, o 100 manat, 200 manat. Yəni əslində utanmaq deyilən bir şey yoxdur. Yəni zaten sənin gücün o qədər məbləğə çatırsa, o qədər kömək eləyə bilirsənsə, yəni mənəvi olaraq əslində sən varlısan. Ümumiyyətlə belə fikirləşirəm. Sən mənəviyyatının varlı olmağı bu gün 85%, 95% belə deyək, cəmiyyət fərdlərini maraqlandırmır. Təbii ki. Əslində
düzgün yanaşma prinsipi seçmisən. Bilirsən, bizim cəmiyyətdə insanların şəxsi problemləri başqalarının çiyninə yüklənir. Məsəl üçün necə deyim, sağlığında çətin problemə düşən adam, düçar olan adam öz çevrəsindən belə deyək, yaxın qohum əqrəbasından, dostundan, tanışından 50 manat tutalında məbləğində bir pul istəsə, ona verməyəcəklər. Və yaxud da borc istəsə, bütün telefon, belə deyək, kitabçasında nə qədər orada tarixçədə nə qədər adam varsa, hamısına yığırsan. Telefon tarixçəsinə baxıb kimi yığsan, kim varsa telefon ümumiyyətlə orada nömrələrdə, səni bilsələr ki, borc istəyirsən onlardan, sənin telefonunu ikinci zəngi var, artıq cavab verməyəcəklər. Məsələni hara gətirirəm? Sabah ölürsən, və yaxud da borc axtaran adam ölür, öləndən sonra həmin ona 50 manat, 100 manat borca verməyən adamlar başlayırlar bir-birlərindən 50 manat, 100 manat borc alırlar və yaxud da öz boğazlarından belə deyək, kəsirlər. Gətirib həmin adamın yas mərasiminə salırlar o pulu, dəftərə adlarını yazırlar. Elə çıxanda bir gileylənirlər ki, ölməyə vaxt tapdı. Biri toy edir, bütün dostu, qohumu, əqrabanı hamını toya çağırır. Amma bu adam hesablanmır ki, mən 300 nəfər adam toya çağırıramsa, nə olsun ki, nə varsa mən də bunun toyuna getmişəm, pul salmışam. Bəlkə bu adamın, məsələn, bu vaxt işdən çıxdığı vaxt, işdən belə deyək, ixtisara düşüb və yaxud da ki, belə deyək, xəstədir, və ya ailəsində xəstəsi var, çox ağır bir problemi var. Zəng edir ki, səni toya çağırır. Yəni, o toya çağırmır, o deyir ki, gətir pulumu qaytar. Borcumu ver. Hə, borcumu ver. Hətta belə adamlar da var ki, toyuna getmir. Həmin elə bir şey, onun toyuna gələn adamın toyuna getməyəndə, sabahsı gün toy eləyən adam zəng edir, ona deyir ki, mən borcumu qaytar. Bax, bunun özü cəmiyyətdə yadlaşmanın əsas predmetlərindən biridir. Bəli. Biz özümüzə qarşı çevrəmizi yadlaşdırırıq. Artıq bizim üçün problemlər də doğma deyil. Bizim üçün sevgi də doğma deyil. Bizim üçün arada bir axşam evimizin qapısını açıb həyətə düşüb, bir 3-4 məhəllə yaxın məhləni hər hansısa bir kofe şopda oturmamış və yaxud da ki, belə deyək, bir çayxanada oturmamış, elə bir 4-5 məhləni fırlana bilmirik. Mütləq hardasa yeməliyik, yediyimizin şəklini çəkib, hansısa bir sosial şəbəkədə paylaşmalıyıq. Özümüz öz istirahət növümüzü belə özümüzə qarşı yadlaşdırmışıq. Yəni, gəzmək nədir ki? Yəni, Amerikada, İngiltərədə, məsələn, İngiltərənin özündə belə bir məsələ var. İnsanlar işdə fasilə vaxtı, günorta vaxtı, nahar yeməyində, onlar əyinlərini dəyişirlər, belə deyək, idman paltarlarını geyinirlər, düşürlər, qaçırlar. Bildin necə? Yəni, yeməyə 3 dəqiqə vaxt ayrılırlar və yaxud da 5 dəqiqə vaxt ayrılırlar. İdman edirlər ki, yəni mən 4 saat, 5 saatda artıq bir, belə deyək də, yerdə oturmuşam, hərəkətsiz qalmışam. Bu, insanların öz fizikasına qarşı doğmalığının sübutudur. Biz öz fizikamıza da qarşı, öz orqanizmimizə qarşı da yadıq. Məndən bu qədər. Beləliklə, həmən mehribanlığın gətirib itirilməsinə gətirib çıxarır. Belə başa düşürəm ki, o mehribanlığı təzədən bərpa eləməkdə o qədər vaxt aparır ki, fikirləşirsən ki, mən itirdiyimi bir də necə qaytaracam? Kamal Abdulla var, məşhur yazıçılarımızdan biri, onun yaxşı bir misrası var, ifadəsi var. Deyir ki, sən axtardığını itirməyiblər, sən axtardığını çətin tapasan. Elədir. Bilsən,
Mən belə düşünürəm ki, bu gün bizim seçdiyimiz əsər də elə əslində bu problemlərlə üst-üstə düşür. Amma elə bizim cəmiyyətdə adicə yolla gedirsən, qarşıya bir tanış adam çıxır, sənə salam verir, sən necəsən deyir, sağ ol, yaxşıyam deyirsən, sən necəsən? Bir addım atandan sonra deyir ki, qardaşın sənə nə qulluq edir? Qardaşın sənə, yəni həmin anda belə qəfil desən ki, mənə bir pul problemim var və yaxud da mənim belə bir problemim var, mənə bir 2 saat vaxt ayırıb məni dinləyə bilərsən, yəni o adam deyəcək ki, axşam. Və yaxud da maaşı alım, ayın axırı sənə o köməkliyi göstərərəm. Adicə necəsən sualının özü belə bizim cəmiyyətdə yaddır. Mənə elə gəlir ki, mən bunu əslində keçən podkastımızda demək istəyirdim. Cəmiyyətimizdə insanların qəribə bir problemi var. İnsanlar mənəvi xoşbəxt deyirlər. Elə bir ki, ancaq fiziki xoşbəxtlik arxasınca qaçırlar. Səhər tezdən dururlar, gedirlər işə, işdə plan qururlar ki, filan paltarı alım və gəlində bir yemək alım. Gəlir evə, bir dağınıq bir həyat tərzi yaşayıb yatır, ertəsi gün təzədən işə gedir, gəlir. Altı bazarında da çox suni, belə deyək, istirahət növləri seçirlər. Biri qohumuna vaxt ayırır, biri qohumuna vaxt ayıran, mən inanmıram, qohumuna vaxt ayıran çox da artıq o bariyerləri biz çoxdan aşmışıq. Artıq özümüzə özgələşmişik. Özümüz çevrəmizə, qohumlarımıza yaddaşmışıq. Qohumun evinə getmək olar bu saat. Yəni, qohumun sən qapısını döyüb saat 12-də qohumun qapısından içəri girə bilərsən. Yəni, mən bunu 100%lik şəkildə demirəm. Haradasa 75%, 70% belədir. Yəni, hansısa qohumun qapısını döyüb axşam evinə getmək olmaz. Bir dəfə gedərsən. Məsələn, üzvə yaxşı basalar birdən çaşıb ikinci dəfə getsən, yəni adama pis sifət göstərərlər. Yəni, yadlaşma, elə bu da bir yadlaşmanın, özgələşməyin bir növüdür. Adamlarda, cəmiyyətdə belə qəribə bir gəzirsən, yoxud da marketə girirsən, belə qəribə qəzəb var insanların gözündə. Sən, məsələn, tıxazdasan, səhər tezdən işə gedirsən, maşında oturmuşsan, tıxazda neyləyə bilərsən ki, ən uzağı maşını söndürərsən, biraz ətrafa baxarsan. Mən qətiyyən radio açmıram, bəzi hallarda radio açıram, radioda yaxşı musiqilər olar. O da ki, böyük xoşbəxtlikdir ki, o vaxtı bir yaxşı musiqi versinlər. Solva baxırsan, görürsən ki, 2 nəfər bir-birini orada qırır, aqressiv diyalogdadır. Sağva baxırsan, görürsən ki, 3 nəfərin üçü də maşının içində elə qəmli şəkildə oturub ki, biraz qabağa çəpəki baxırsan, görürsən bir nəfər öz-özünə danışır. Hətta dəfələrlə diqqətlə fikir vermişəm, bəlkə qulaqçıq var qulağında, görürsən bu niyə danışır. Hamısının da sifətində belə qəribə bir qəzəb var, kədər var. Yaxınlaşıb birinə bir söz olsun, bir ki, səni öldürərlər. Bax, budur. Cəmiyyət yaddaşıb, cəmiyyət aqressivləşib, insanlar kədər içindədir. Yaxşı münasibət bildirdin ki, əslində bunun hamısının başında bir maddiyyat durur. Təbii ki, maddiyyat dayanır. Mən bir dənə nümunə çəkmək istəyirdim. Öz yaşadığım bir hadisədir. Universitet illərimdə təxminən mən 2015-2019-cu illərdə təhsil almışam da. Bir dəfə qardaşım evdə yox idi, işdə idi. Getdim belə bir atalar misal var, deyir uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Mənim üzümə qonşu da gülmədi. Yəni təsəvvür elə getmişəm, qapını döymüşəm. Üstümdə, üzərimdə pul yoxdur. Fikirləşdim ki, bəlkə hər hansısa bir köməklik göstərə. Qapını açıb üzümə elə baxdı ki, yəni mən ondan utandım həmin 1 manatı istəməyə ki, qardaşım işdən gələndən sonra mən bu məbləği qaytarıb verəcəm də sənə. Yəni təsəvvür elə bir görkəmdə çıxdı ki, mənim qarşıma. Fikirləşdim ki, bundan yəni nəyin ki pul istəməyin, heç o qapının açdığına görə üzr istəməyin də yeri yoxdur. Yəni o dərəcədə elə bir təlaşla qarşıma çıxdı. Yəni mən də fikirləşirəm ki, bizim hazırda cəmiyyətin ən böyük problemlərindən biri maddiyyatdır. Təbii ki, maddi gəlir olduqca azdır. Başa düşürəm, bu başa düşüləndir. Amma sənin bayaq az öncə dediyin o deyirsən, məsələn, mənə 2 saat vaxt ayır.
Yəni inan ki, onun da başlıca problemi maddiyyətdir. Çünki həmin adamın iş prinsipi ona icazə vermir ki, o işdən 1-2 saat tez çıxıb səndən hər hansısa bir problemini bölsün. Çünki fikirləşir ki, məsələn, işdən 2 saat icazə aldı, səndən o problemi bölüşdü, səni həmən o mənəvi çətinlikdən çıxartdı, söhbət eləyər, çıxarda bilirsə əgər. Yəni fikirləşəcək ki, sabahlarım hər hansısa bir başqa bir ailəmlə bağlı bir problem baş versə, mən onu təzədən icazə ala bilməyəcəm. Nəyə görə Albert Camus'un yad əsəri mənə elə gəlir ki, başlıq bir qədər kafidir. Cəmiyyətin abu-havasının nə olduğu ilə bağlı. Məsələn, bunu da deyim, bu artıq qəti fikirdir ki, Bakıya qar yaraşmır. Mən o gün Pedaqoji Universitet istiqaməti ilə gəlirdim, qarım birinci yağan gün. Bu universitet tələbələrinə baxıram, belə adamın qəlbində bir qəribə bir kədər baş qaldırır. Tələbələr ağac budağının üstündə Qar yığırlar. Qar yığırlar. Maşınların üstündən qar götürüb bir-birlərinə atırlar. Yerdə qar yoxdur. Ya fikirləşirsən ki, bəlkə təbiət qarın qiymətini qaldırıbdı. Yəni qar niyə bu qədər yoxdur? Heç olmasa qar olsun da. Qar da, yəni heç olmasa qar biraz çox olsun da. Bax indi də hal-hazırdakı məkanı belə, yox da evi belə qızındırmaq çox çətindir. Amma çöldə də görsən qar dizdən deyil. İndi düzdür, bəzi istiqamətlərdə qar biraz artıqdır, amma şəhərin mərkəzində görsən elə deyil. Elə bir şey, qar da qıymır, bizə o. Xoşbəxtliyi yaşayaq. Xoşbəxtliyi yaşamağı bizə qıymır. Əsərə keçid almaq istəyirəm. Əslində əsərlə paralel istəyərdim ki, danışaq. Əsərin Albert Camus, yəqin ki, izləyicilər nə əksəriyyət tanıyır, fransız yazısı və filosofu. Əsər dünyanın, belə deyək, ən gözəl, ən maraqlı, daha doğrusu, insan modelini ortaya çıxardan eksistensialist cəryanın üzərində yazılmış bir əsərdir. Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməmək, ölümlə yaşamağı bir-birinə bərabər tutan birisidir. Baş qəhrəmanın soyadı Mersodur. Az dostu olan, sevgilisinə səni sevirəm deməyə bacarmayan, anasının ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini özü üçün həyat fəlsəfəsi kimi qəbul edən və həyatın bizə bəxş elədiyi şəffaflıq və mənanın, belə deyək, müdafiə edilən bir tərəfin olmadığını özü üçün doğruluq qəbul edən bir obrazdır və bu insanın ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz-özünə özgələşməsi və yadlaşması əsəri insanın gözündə və obraz insanın gözündə hardasa kədərli qılır. Absurd fəlsəfəsi həmin baş obraza hökmranlıq edir. Və dostu Raymonda qarşı təhlükə törədən Raymondun keçmiş məşuqiyyəsinin qardaşını güllə ilə vuraraq öldürür və Merso həbs olunur. Əsərin baş obrazı həbs olunur. Və burada biz iki məhkəmə görürük. Bu məhkəmələri əslində bu məhkəməni iki hissəyə bölmək olar. Bir tərəfdə stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onu mühakimə etməsi məhkəməni biraz da kədərli hala çevirir. Və ikinci hissədə isə, ikinci məhkəmədə isə obrazın özünün özü ilə belə deyək, oyanış prosesi, özünü dərk edə yeni bir oyanış mərhələsinə addım atmasını görürük. Hər şeyi bir daha xatırlayır əsərin sonlarına yaxın obraz və başqa cür düşünə, başqa cür belə deyək, yanaşa biləcəyini qəbul edir. Buna baxmayaraq artıq gecdir.
Çünki onun üçün artıq edam qərarı verilib və povestin digər maraqlı hissələri onun dəfələrlə keçdən imtina etməsi və sonda onunla olan söhbətindən ibarətdir. Əsər mənim hardasa belə deyək 4 dəfə 9 il ərzində 4 dəfə oxuduğum bir əsərdir. Sən hətta 9 il bundan qabaq da oxumusan. 9 il bundan qabaq mən belə deyək Neftçilər metro stansiyasından Azadlıq metro stansiyasına getmişəm. Oradan çıxıb o vaxtlar qırmızı rəngli avtobuslar bizim şəhərə təzə gəlmişdi. Həmin avtobuslardan birinə əyləşmişəm, Elmlər Akademiyasına getmişəm. Yenidən gəlmişəm, Azadlıq metro stansiyasına qayıtmışam avtobusla. Azadlıq metrosuna düşmüşəm və Neftçilər metro stansiyasından qayıdanda mən metroda kitablaşma prosesini həyata keçirtmisən. Mən Neftçilər metro stansiyasına qayıdanda artıq yad əsərini oxudum. Əsərin dili o qədər mənə çox xoşuma gəldi ki, keçək əsərlə bağlı danışmağa. Əsərdə əsərin baş obrazı soyuq obrazdır. Bəli, cənab Mirzo. Öz-özünə yadlaşmış obrazdır. Öz-özünə özgələşmiş obrazdır. Bayaq dediyimiz kimi Mirzo hər şeyin öhdəsindən gələ biləcəyini, hər şeyin olduğu kimi qəbullanmanın bir problemin olmadığını düşünən bir obrazdır. Hətta əsər necə başlayır? Əsər başlayanda deyilir ki, bu gün anam öldü, bəlkə də dünən ölüb, bilmirəm. Ahlılar evindən telegram aldım. Ananız vəfat etdi, dəfin sabahdır. Baş açma olmur, bəlkə elə dünən ölüb. Ahlılar evi Ərzəzayirdən 80 km aralıda Marengoda yerləşir. Əgər saat 2 avtobusu ilə yola düşsəm, hələ qaş qaralmamış ora çataram. Gecəni tabutun yanında keçirib, sabah axşam qayıdaram. Şefdən 2 günlük məzuniyyət istədim, boyun qaçıra bilmədi. Çünki üzüllü səbəbi var idi. Ancaq hiss olunurdu ki, narazıdır. Dedim, daha mənim nə təqsirim? İş ilə gətirib ki, mütləq getməliyəm. Cavab vermədi. Fikirləşdim, gərək heç nə deməyəydim. Özümə haqq qazandırmağım nahaq idi. Əksinə, gərək o özü mənə dil ağız edəydi. Eybi yoxdur. Birisi gün məni matəm paltarında görəndə yəqin başsağlığı verməli olacaq. Ancaq indi doğrudan da inanmaq olmur ki, anam ölüb. Dəfindən sonra hər şey aydınlaşar. Yoluna düşər, necə deyərlər, rəsmi surətdə hamıya bəlli olar. Buranın gülün səbəbi bizə nədir? Cəmiyyətlə uzlaşdırılası tərəfi nədir? Adamın anası ölüb və müdüründən icazə istəyir. Müdür bir laqeyd yanaşır da anasının ölümünə. Ona başsağlığı vermək yox, başsağlığı vermir. İndi mən bilmirəm, fransızlarda Allah rəhmət eləsin söz yox deyəydin ki, fransızlarda yoxdur, onun yəqin ki, yoxdur da. İndi bu əsər Ərzəzayirdə əslində yəni dövr eləyir, əsərin obrazlarının həyat tərzi. Bizim cəmiyyətdə də belə müdirlər var. İnanırsan? İnanıram, təbii ki. Yəni təsəvvür elə ki, iş prinsipinin qabağa atılması üçün, yəni işə əsas meyar tutub, insanların artıq həyatı, belə deyim də tam olaraq, insanların artıq həyatı keçib ikinci plana. Yəni fikirləşir ki, hər hansısa bir işçi, bu günlərim müdürdən icazə alıb filan problemi həll eləyə bilərəm. Baxır ki, birinci əslində müdürün içəri girəndə o hava-havasına baxır. Görüm bugünkü halı necədir. Əgər müdür bu gün yaxşıdırsa, icazə verər də, bir yaxınlaşım, bəlkə risk eləyim. Amma biraz, məsələn, müdürün havası yoxdursa, həmin aura yaranmayıbsa, fikirləşir ki, yox, onsuz da yəni deməyimin heç bir mənası qalmayacaq. İcazə istəməyin bir mənası olmayacaq və beləliklə də iş prinsipi gətirir, insanın həyatını ikinci plana salır. Və sən fikirləşirsən ki, məsələn, mənim ailəm var, mənim ailəmdə problemlər var, bu problemlər hansısa bir yolla həll olunmalıdır. Tutaq ki, deyirəm, elementar bir problem.
indi qarlı havadır, gəl qarlı havadan bir problem gətirək. Ha, hər hansısa bir X adam restoranda işləyir. Bu gün bazar günü deyə restoran deyirəm. Hər hansısa bir X adam restoranda işləyir və fikirləşir ki, bu günlərin mənim evimdə bir su problemi yaranıb. Məsələn, su gəlmir. Donub da, hər hansısa bir şlankın bir yeri donub. Onu bir usta çağırıb düzəltdirim, evdə bu problem aradan qalxsın. Sizdən bunu həyata keçirdəsən. O adam təxminən sən deyilsən. Yox, mən deyiləm. Evet, evinə keçmisən. Yox, mən deyiləm, olsa deyərdim təbii ki. Məsələn, restoranın müdürünə, müdür deməyə, administratoruna, rəhbəri heyətindən birinə zəng eləyib deyir ki, bu gün mənim su ilə bağlı bir problemim var. İşə bir 3 saat, 2 saat gec gələcəm. O da qayıdır, səni qabaqlayır. Məsələn, telefonda sən ona demək istəyəndə, o sözü demək istəyəndə qayıdır deyir ki, bu gün əgər imkan varsa, işə bəzi adamlar gəlməyib, bir saat tez gəl. Bu yazıq da qalır pis gündə. Yəni fikirləşir ki, yaxşı, mən bu problemimi həll etməkdən ötürü kimə üz tutum? Yox, yəni bu da bir bayaq bir gözəl söz dedin. İş həyatı insanın şəxsi həyatını ikinci plana salır. Sən deyirik insanlar yaddaşıb. Niyə yaddaşıb ki? İnsanları yaddaşdıran, mən keçən dəfə də, keçən podkastımızda dedim ki, xoşbəxt o adamdır ki, evdən çıxanda sevinir ki, işə gedir. Xoşbəxt o adamdır ki, işdən çıxanda sevinir ki, evə gəlir. Bizdə insanların elə yaddaşma, sən maddiyyat dedin ki, insanların ən birinci, belə deyək, problemi maddiyyatdır. Yəni bu təbii ki, sən də təsdiqləyərsən ki, bu belə. Təsdiqlədim, amma maddiyyatın içində də şaxələr çıxır ki, ortaya. Yəni olur ya, bir də görsən fizika elmində falan rezervdə şaxələr çıxır. Yəni belə bir problem var ki, yəni o adam düşünmür ki, bax dediyin kimi, bu mənim işçimdir də. Bunun evində su problemi varsa, sən bunun işçisi də yəqin ki 18 yaşında adam olmayacaq da. Bunlarsa bəlkə də ailə həyatı qurub 26-27. Təbii. Bəlkə də bunu yoldaşı bu gün sabah dünyaya uşaq gətirəcək və yaxud da ki bu evli bir adamdır da. Bəlkə də bunun evinə qonaq gəlib. Bu suyu düzəltməsə, bura gəlsə, mənim işimi həll eləsə, evdəki susuz qalacaq. Bildin nətər? Və yaxud da ki nətər deyim sənə, bu Mersonun anasının ölümü məsələsi kimi. Elə müdürlər var ki, mən bunu yaşamışam. Rəhmətə gedən çox yaxın adam, doğma adam rəhmətə gedib. Müdür 3-cü günün səhərisi mənə yazıb ki, salamsız, falansız, artıq işə çıxmaq vaxtıdır. Adam dəhşətə gəlir ki, deyirsən, yəni, bu toy deyir ki, bir dəfə boşanıb, bir də evlənəcək. Hətta bu nişan mərasimi deyir ki, təzədən bir də baş tutacaq və yaxud bu qız bu oğlanla ayrıldı, bu oğlan bu qızla ayrıldı. İndi həyatda da ola bilər, tarix işidir. Bu sabah da evlənə bilər. Məsələn, olur ya, biri ayrılır, deyirlər, sən cavansan, hələ evlənə bilərsən. Və yaxud bir qız ailə həyatı qurur, ayrılır, deyirlər, cavansan, inşallah yaxşı bir qismətin çıxar. Yəni, sən düşün ki, bir adama necə deyəsən ki, evi yoxdur, ölübsə bir də dirirlər. Bu elə bir məsələdir ki, insan həyatda bir dəfə ölür də. Yəni bu nə problemdir ki? Yəni onsuz da ikinci dəfə ölməyəcək, narahat olma. Bu adamı dirildib ikinci dəfə öldürmək olmayacaq. Başa düşürsən? Yəni bu nəyin qaçı-qaçıdır? Bu nəyin tələskənliyidir? Yəni bu nə məsələdir ki? Sən normal halda müdür var, yəni cəmiyyətdə belə deyək, eşalonla adam tanıyıram ki, mən eşalon adamların müdürləri deyirlər ki, boş dayanmıyorum, altı bazarda çıxın, işte, şənbə bazar günlərdə çıxın, işte, yəni adamın bilmirəm bu doymazlığı nədən irəli gəlir, yəni nə demək, doğrudan da mı işçilərə muzlu gözündə baxırlar? Bax, bu cəmiyyətdə belə müdürlər var. Məsələn, açıq deyim ki, yəni belə insanlar var. Məsələn, məzuniyyət məsələsi çox ciddi məsələdir. Dövlət dairələrində indi məzuniyyətləri çox rahatlıqla verirlər. İldə bir dəfə məzuniyyət götürmək hüququm var. Amma çox özəl şirkətlər, müəssisələr var ki, bunlarda gedib bir 5 gün arxa-arxaya məzuniyyət götürsən,
inandırım ki sən 5 gündən sonra işə qaydanda, geri qaydanda otağın qapısını açıb səhər girib müdürü görəndə qarşında sənə hiddətlə baxan bir Əzazil, bəlkə də Əzrail görməmişəm mən Əzrail siması. Və Əzrail simasının adamı oturub dayanır ki orada. O 5 gün nazığını səndən çıxarsın da. Bildin nə də sənlə qəzəbli danışır, sən az qala səni döyər, dişinə taxa səni parçalayar. Qardaş, niyə? Nə səbəbə? Yəni bu adam sənin üçün ilin 365 günündə şənbə bazarları çıxandan sonra 5 gün işləyib. O adam da haqqıdır istirahət etmək. Bunun ailəsinin, yəni ailəsinə vaxt keçirmə haqqı, hüququ yoxdur. Yəni yay vaxtı hər bir mənə elə gəlir ki, insan 10 günlük məzuniyyət götürmə hüququ olmalıdır. Haqqı olmalı. Yəni bu adamın məzuniyyəti varsa niyə bu məzuniyyəti vermirsən? Və ya verəndə niyə minnətlə verirsən? Yəni bu məsələ mənim üçün çox ağrılıdır. Bunu təmən danışmıram. Çevrədə o qədər dost, qohum, yəni elə deyək, tanış adamlar var ki, hamısı bu məsələlərdən gəlir. Haydi, maraqlı bir məqama toxundun. İndi az öncə özün də çatdırdın ki, bəs belə problemlər əksər hallarda, daha çox hallarda özəl müəssisələrdə baş verir. Məsələn, mən özüm dövlət müəssisələrində bu hallarla qarşılaşmamışam. Amma ola bilər ki, qarşılaşanlar var, indi onların da haqqına girmək olmaz. Ən çox özəl müəssisələrdə o. Məsələn, mənim ətrafımdakı tanışlarım, dostlarımın çoxu özəl müəssisələrdə çalışır və onlar da eynən sən dedikləri təkrar edirlər ki, bu problemlər bizdə həddindən artıqdır. Məsələn, 1 saatlıq evdə ya qonaq gəlibdir, o qonağı qarşılayım, daha sonra işə gələrəm və yaxud hər hansısa bir bayaq ki problemin, az öncəki problemdən su problemi baş verib və yaxud qazla bağlı problem baş verir. Hər halda bu problemdir. Nə olur olsun, bu bir problemdir və bu bir ailə problemidir. O problemlərimi həll etməyə zaman tapmıram. İndi sən bunun biz maddi tərəfindən və zaman tərəfindən danışdıq. Və həmin özəl müəssisələrdə deyim, orada çalışan şəxslərin axşam evə qaydanda da öz ailə üzvlərindən problemlər yaranır. Məsələn, onun bir ailə üzvü qayıdıb deyir ki, əgər o işdə sənə icazə vermirlərsə, o işdə sənin ailəvə ayırmağa vaxtın yoxdursa, onda çıx işləmə o işdə. Başqa bir iş tap özünə. Yox, işdə problemlər, yəni problemin mənəvi tərəfi də var. Yəni tək bu problem elə hardasa 70% maddi problemdir, zaman problemidir. Amma bunun bir 30% də sonra axşam evə qayıdarkən ailədə baş verir həmin problemlər. Yox, əslində yəni tam olaraq da o qədər yüklənmirəm mən məsələyə. Yəni mən işə gedim, sən mənə hər gün icazə ver ki, mən gedim ailə problemlə məşğul. Yox, təbii ki. Problem düzdür, bunlardan sui-istifadə edən adamlar da var. Yəni məsələ orasıdır ki, gündəlik problemi belə deyək, əllərində bir məqsəd kimi tuturlar, bəhanə kimi tuturlar daha doğrusu. İşdən yayınırlar falan, amma məsələ o deyil. Sadəcə olaraq işə gedirsənsə işi işləməlisən. Bəzi hallarda işində problem çıxmasın deyən bəzi qaydalara daha üstün şəkildə riayət edirsən ki, mən evimə bitikə çörək aparıram və yaxud da aylıq əmək haqqı aparıram. Amma bu ölüm məsələsidir. Bu vaxt dediyim kimi, yəni insan 2 dəfə ölmür. Bu ölüm məsələsidir. Toy məsələsini çox anlayışla qarşılayırlar işdə. Bilməm, elə bir ki, ölüm məsələsini daha çox aqressivdirlər. Yəni belə. Mersonun anası amma Merso elə müdürü kimi vəziyyətə çox adi yanaşır. Anasının ölümü əslində cənab Mersonu üzür. Amma bu bildiyimiz üzülmək deyil də, yəni normal qəbul edir ki, yəni anam bir gün onsuz da dünyasını dəyişəcəkdir, o gün bu gündür. Biraz sadəcə öz müdürünə qarşı öz daxilində sual eləyir ki, yəni mənə niyə belə yanaşdı? Merso anasını dəfn eləyir və dəfindən gəlir. Gələndən sonra nələr baş verir? Mən istəyirəm ki, əsərə keçəndə əsərdəki yadlaşma prosesini ilk cümlədən izləyicilərimizə çatdırım.
Məsələn, çox qəşəng bir başlıqla başlayıb, ahıllar evindən bir məktub gəldi. Yəni bir insanın anasının qocalar evində olması yadlaşma prosesinin başlanğıcıdır. Kamil çox böyük bir, həqiqətən böyük bir peşəkarlıqla əsərə yanaşıb. Yəni ahıllar evindən məktub gəldi. Qocalar evindən bir məktubun gəlməsi yadlığın başlanğıcıdır. Bəli. Amma məsələnin ikinci tərəfi var. Məsələn, həmin tərəf haqqında istəyirəm ki, izləyicilərə çatdırım ki, cənab Mersonun həmin məktubu oxuyandan sonra sənin hazırda az öncə danışdığın o müdir məsələsini keçəndən sonra o gəlib anasını axtarıb tapmağı və anasının tabutunun yanında dayanması, ondan sonra onun anasının dayanmır. Hətta orada bir hissə var ki, ona deyirlər ki, ananla son dəfə görüşmək istəyirsən, ananı son dəfə görmək istəyirsən, imtina eləyir. Yəni burada bir maraqlı bir nüans var ki, bu təkəbbürdür, yoxsa həqiqətən də soyuqqanlı olmağından irəli gəlir. Yəni fikirləşirsən ki, bu bir soyuqqanlılıqdır, yoxsa bir təkəbbürdür. Amma əslində mən buna təkəbbür adlandırmazdım. Fikirləşirəm ki, bir insanın dünyasını dəyişmiş insanı təzədən görməsi, onsuz da heç bir şey dəyişməyəcək. Onsuz da ki, o hal təzədən qayıtmayacaq. O doğmalıq təzədən bərpa olunmayacaq. İstər o dünyasını dəyişəndən sonra yad ol, istəyirsən o dünyasını dəyişəndən sonra doğma ol, heç bir şey dəyişməyəcək. Mən istəyərdim ki, burada sənə bir sual verim. Çox güman ki, bizim bu izləyicilərimiz üçün də maraqlı olar. Sən necə düşünürsən? Cənab Mersonun öz anasını görmək istəməməsi hər hansısa bir təkəbbür idi, yoxsa doğrudan da o bu məsələyə soyuqqanlı yanaşırdı? Yox, biz bilirsən, Albert Camus'un yad əsəri əslində böyük əsər deyil, bayaq dediyimiz kimi iri miqyaslı əsər deyil. Bu əsərdən biz çox danışmaq əvəzinə biraz da əsərin izləyicilərə tam agah olması üçün biz burada biraz eksistensializm cəryanının mahiyyətindən danışmalıyıq. Ümumiyyətlə, eksistensializm insana nəyi təlqin edirdi? Bu suala cavab verim, sonra o eksistensial insan modelini izahına keçək ki, artıq Camus'un hansı tipdə obrazı yaratmaq istədiyinin hamı fərqində olsun. Cənab Merso anasının ölümünə üzülürdü, bayaq dediyim kimi. Sadəcə olaraq verilişin başında Mersonu mən az sözlərlə ifadə elədim. Merso sadəcə başına gələn hər bir şeyi qəbullanmaqla yaşayan bir insan idi. Adi hal kimi. Yəni, olub, kimsə ölübsə olub. Zaten bilsən, eksistensializm bədii istiqamət kimi həyatın absurdlarına əsaslanır. Biraz da nihilizmi aşılayır bizi. Əlbəttə, nihilizmi aşılayır. Yəni, indiki gəncliyin nihilist forması kimi deyərdim ki, yəni, razıyam sənə. Bu cəryanın qəhrəmanı emosional coşğunluqdan əzilən, sən ehtiraslardan parçalanan, bir dünyanın şəxsiyyətini irəli çəkir. Nə idi? Məsələn, eksistensial insan modeli kişi və qadın arasında heç bir mənəvi bağ yoxdur. Əgər bir münasibətdə bir kişi eksistensial insan modelidirsə, qadın normal insan modelidirsə, o münasibətdə iki tərəfdən sevgi olmayacaq. Zaten biz bayaq da bunu dedik ki, cənab Merso sevməklə sevilmək, ölməklə yaşamağı bərabər tutan bir adam idi. O heç vaxt sevdiyinə, o heç vaxt münasibətdə olduğu qadına səni sevirəm deməyi bacarmayan bir insan idi. Eksistensializmin də belə bir ifadəsi var. Bahəddin
çox maraqlı bir ifadədir. Deyir ki, əgər hisslərinizdə sevgi belə yoxdursa, onlara hörmətlə yanaşın. Bəli, çox gözəl sözdür. Əgər hisslərinizdə sevgi yoxdursa, ona belə hörmətlə yanaşın fikri eksistensializmi, əslində eksistensializm cəryanı insanın pessimist tərəflərini ortaya çıxartmır və yaxud da əxlaqsız tərəflərini ortaya çıxartmır. Buradan da təlqin eləyir ki, yəni kimsə sevməsən belə, başa düşürsən, ona qarşı hisslərində belə əxlaqlı olmağı təlqin eləyir. Əxlaqlı olmaq demək düzgün olmağı, qırıcı olmamağı təklif eləyir. Çünki bu cəryanın baş qəhrəmanlarında qadın və kişi arasında sevgi münasibəti xətti yoxdur. Qadın və kişi arasında ancaq seksual münasibət var. Eynən Mersondan Marinin yaşadığı hissdir. Bəli, eynən Mersondan Marinin yaşadığı kimi. Çünki Mari əsər boyu Mersoya, yəni Mari kim idi? Mari əvvəllər Mersonun münasibətdə olduğu bir qadın olur. Anasının dəfnindən sonra o qayıdır öz qaldığı şəhərə və şəhərə qayıdanda bu Mersonu, bu xanımı görür. Və Mari ilə yenidən onların eşq münasibəti başlayır. Və belə deyək, bu münasibət nədən ibarət idi? Onlar sadəcə olaraq bir yerdə filmə gedirlər baxmağa. Yazısı da yazdığı xəttdən hiss olunur ki, bu hər iki obraz arasında ancaq seksual həyat mövcuddur. Məsələn, Mari arada sual verir ki, Mersoya ki, mənlə evlənərsən. Merso nə deyir? Merso da deyir ki, mənim üçün fərqi yoxdur. Məsələn, Mari ona sual verir ki, sən məni sevirsən. Deyir, bu nəyə lazımdır ki, belə boş-boş cümlələr. Deyir, mənlə evlənərsən, deyir, hə, əgər sən istəyirsənsə evlənərəm, mənim üçün heç bir problem yoxdur. Yəni, normalda adamlar var, deyirlər ki, yox, mən evlənmirəm, evlənməyə qarşıyam, agresiya ilə də cavab verə bilər. Amma çox normal, sakit halda insan cavab verir ki, evlənə də bilərik, problem yoxdur mənim üçün. Bax, burada model artıq açıqlanır. Necə ki, bayaq dediyim kimi, kişi və qadın arasında bütün mənəvi bağlar qırılıb. Hər ikisinin də mənəvi çalarlarına fikir versək, bu münasibətdə ancaq yenə deyirəm, cinsi bərabərlikdən, münasibət bərabərliyindən başqa heç bir şey yoxdur. Sadəcə adama elə gəlir ki, müasir dünyaya xidmət eləməkdən başqa bunların arasında heç bir şey olmur. Bəli, və Mersonun da sevgini bu qədər ciddi qəbul eləməməsi, elə anasının ölümünü bu qədər şişirtməməsi ilə eyni bir şeydir. Çünki Merso fikirləşir ki, anam bir gün onsuz da öləcəkdir. Əsərin sonunda özü ilə bağlı da bu fikirdədir. Yəni, belə bir absurd fikirdədir ki, düzdür, təşvişdədir, artıq edama gedir. Amma bir yerdə fikirləşir, bəlkə 20 ildən sonra və yaxud da 10 ildən sonra öləcəkdir. Mən nə olsun ki, o elə bu gün ölüm. Anasının da ölümü, onun üçün anam onsuz da bir gün öləcəkdir də. Yəni, bir ömür bitib tükənəcək də. Sevgiyə də bu cür yanaşır o. Yəni, sevgi də onsuz da daimi deyil ki, sevgi də bir gün bitib tükənə bilər. Bunu aşılayır. Elə eksistensializmin əsas meyarlarından biri də odur ki, insanın özündən üstün heç nəyin dayanmaması. Yəni, bir insan özündən başqa heç kəsi görmür. Yalnız öz hisslərini düşünür. Bəli. Fikirləşir ki, ondan başqa ətrafında heç kim yoxdur, nə qədər adam olsa da belə. Fikirləşir ki, nə eləyirəmsə özüm üçün eləyirəm. Bəli. Bunun başqasına sadəcə pis bir təsiri olmasın. Yəni, şəxsi azadlığını formalaşdırır. Eksistensial insan modeli şəxsi azadlığını formalaşdırır və belə deyək, eksistensialistlərin fikri siyasi arenada, istər sosial arenada və yaxud da ki, belə deyək, elm yönündə böyük, belə deyək, revolyusiyalar yaradıb. Yəni, səbəb nə olur? Məsələn, anarxizmlə eksistensial ideologiyanı hardasa bir tuturlar. Məsələn, anarxistlərin bir fikri var. Anarxistlər deyirlər ki, dünyada neçə cür dövlət quruluşu var. Məsələn,
demokratiya, aristokratiya, monarxiya, oliqarxiya, beşincisi işləmədiyinə görə heç yadımda da deyil. Məsələn, anarxistlər deyir ki, biz demokratiyanı qəbullanmırıq. Demokratiya quruluşunda demokratik seçim hüququ yoxdur. Məsələn, anarxizmin ən böyük müasir belə deyək, nümayəndələrindən biri Ukraynadan Mikhail Bakunindir. Anarxizm sözü ilk dəfə harda işlənir? Vesxinin Fiv əleyhinə 7 sərkərdəsində. Anarxistlər nəyi deyirdilər? Anarxistlər deyirdilər ki, bayaq dediyim kimi, yəni demokratik quruluşu qəbullanmırlar. Demokratiyada demokratiyanın olduğunu, azadlığın olduğunu qəbullanmırlar. Onlar məsələn deyirlər ki, tam bir məmləkətdə 100% cəmiyyətlə, 100% millətlə seçkiyə gedirsənsə, seçkinin 95% səs çoxluğu ilə bir nəfər qalib gəlirsə, sansı azadlıqdan danışırsınız ki, bəs o yerdə qalan 5%-in səs azlığı hara getdi? Anarxistlər belə yanaşırlar mövzuya. Hardasa eksistensialist insan modelinin düşüncə tərzi də anarxistlərin düşüncə tərzindən hardasa eynilik təşkil edir. Eksistensializm haqqında bir maraqlı bir nüansa toxunum, Bahəddin. Deməli, onun nümayəndələrindən biri olan Martin Heidegger, yəni əslində onun İngilis alimləri deyirlər ki, eksistensialist deyil. Həmin məktəbin nümayəndəsi olsa da onu materialist adlandırırlar. Çünki o özü də insanın materiyadan ibarət olması haqqında danışır. Məsələn, onun çıxışlarından birində, hətta bu bəlkə də çox sərt çıxış ola bilər. Deyir ki, mən eksistensial dəyərləri qoruyuram. Çünki sözündən belə çıxır ki, hardasa özümü düşünən bir insana. Amma bu məktəbin nümayəndəsi olmağımdan da əlavə bir materialistəm. Ona görə də İngilis alimləri fikirləşir ki, onun materialist olması sırf bu cərəyan üçün əsas bir faktordur. Məsələn, bir dənə orada bir hissəni çatdırım. Eynən də cənab Mersonu, məsələn, mən onun nihilist olmasından razıyam. Mən belə fikirləşirəm. Yəni əsəri oxudum, mənə ötürülən informasiya bu oldu ki, cənab Merso həm də Martin Heidegger kimi bir materialist. Yəni özündən başqa kimisə düşünməyən adam yalnız materialist ola bilər. Merso yetərincə xanıma qarşı nəzakətli adamdır və ümumiyyətlə eksistensializm ideoloji subyektiv fəlsəfə, irrasional fəlsəfənin bir qolu kimi gedir, nümunəsi kimi gedir. Məsələn, belə deyək, tarix boyu bu fəlsəfənin belə deyək, nümayəndələrini, eksistensialistləri pessimist, qaracuruh adamlar kimi dəyərləndirirdilər. Və hətta məsələn, marksistlər düşünürdü ki, eksistensializm ancaq insanın mənfi cəhətlərinə fokuslanır. Başqalarının onun haqqında bilməməli olduğu şeyləri üzə çıxarır. Halbuki insanın önə çıxarılası nə qədər müsbət cəhəti var. Düşün, insanın nə qədər, yəni deyirlər ki, Mersonun özündə görə nə qədər qabardılacaq yaxşı xüsusiyyətləri var. Elə onlardan biri qadına qarşı nəzakətli olmasıdır. Məsələn, katoliklər eksistensialistləri bu barədə düşüncələri ilə çox kəskin qınaq obyektinə çevirdilər. Məsələn, onlar tez-tez vurğulayırdılar ki, eksistensializm həqiqəti göz ardı edir və insanı xəyallar aləminə salır, Tanrıdan uzaqlaşdırır. Yaradandan uzaqlaşan, həqiqəti başqa yerdə axtaran insan xaosla üzləşir. Bu katoliklərin dediyi sözləri idi. Bir-birlərinin haqlarına tapdalayırlar, belə deyirlər, günahlarına göz yumurlar. Hətta katolik tənqidçilərdən Michel Mercier daha da irəli getsək, deyirdi ki, eksistensializmdə
eksistensialistlər üçün uşaq gülüşü heç bir şey ifadə etmir. Yəni eksistensialistlər uşaq gülüşünü çoxdan unudublar. Marksistlər də eksistensializmə görə istədikləri kimi baxırlar. Onlar üçün insan hər şeyə qadirdir və buna görə də onda belə deyək, mənfi cəhətlər deyildiyi kimi ola bilməz. Və marksistlər bu cür düşünməyə bir növ məcburdur, çünki kapitalizmə qarşı aparılan mübarizədə insana mənfi cəhətləri xatırlatmaq qətiyyən olmaz. Bu marksistlərin düşüncəsi idi. Əks halda insan mübarizədə və yaxud da ki kapitalizm mübarizədə məğlub vəziyyətə düşə bilər. Bu onların yanaşması idi. Göründüyü kimi eksistensializmə qarşı yönəlmiş tənqidlər hər bir qrup tərəfindən onların özlərinə də sərf etmirdi. Bu eksistensializmin onlar üçün son dərəcədə qorxulu bir şey olduğunu göstərən fakt idi. Çünki eksistensializm həqiqəti, reallığı olanı göstərir. Yəni sünilik eləmir. Hə, qətiyyən. Eksistensializmdə məsuliyyət anlayışı deyilən bir şey var. Yəni məsuliyyət anlayışı nədir? Eksistensializmdə məsuliyyət anlayışı bu cür ifadə olunur. İnsan varlığı onun varlığı mahiyyətdən əvvəl gəlir. Bax mən öncə dediyim kimi insan hər şeydən üstündür. İnsan varlığı mahiyyətdən əvvəl gəldiyi üçün o necə birisi olduğuna görə məsuliyyət daşıyır. Gör nə maraqlı yanaşma tərzidir. İnsan varlığı mahiyyətdən əvvəl gəlir və o necə biri olduğu üçün məsuliyyət daşıyır. Bu məsuliyyət təkcə onun özünə aid deyil. Eyni zamanda başqalarına da qarşı məsuliyyətli olmalıdır. Bax, buradan bayaq dediyim sənə anarxizm ideyası, məsələn, 95% insanın əgər səs azadlığına hörmətlə yanaşırsansa, o 5%-ın da səs azadlığına hörmətlə yanaşma məsuliyyətini öz üstündə daşımalısan. Bildin nətər? Məsəl üçün, katoliklər nə deyirdilər? Deyirdilər ki, eksistensialistlər üçün uşaq gülüşü hər şeyi ifadə etmir. Amma eksistensialistlər katoliklərə sual verir ki, bizim üçün heç bir şey ifadə eləməyən uşaq gülüşünü siz bizə deyin görək, nə bizə unutturdu? Bizə uşaq gülüşünü unutduran tərəfləri biz ortaya qoyuruq. Siz isə bizə illah da deyirsiniz ki, uşaq gülüşünüzü unutmayın. Yəni bizi dünyada elə uşaqlar var ki, yəni belə deyək, müharibə vaxtı onların gülüşü tendensiyaya çevrilir, bir hadisəyə çevrilir ki, müharibədə uşaq güllər, şəklini çəkirlər, onu hansısa bir belə deyək, dünyaca məşhur bir jurnalda qapaq şəkli edirlər. Yəni eksistensializmin düşüncə tərzi bax budur, çox genişdir. Məsələn, Rolmey deyirdi ki, insan ancaq təbiətin proqramlaması ilə böyüyə bilməz. Böyüməsinə özünün də qatqısı olmalıdır. Sartre nə deyirdi? Sartre deyirdi ki, məsələn, əsərlərindən birində belə deyirdi Sartre. Sartre deyirdi ki, insan azadlığa məhkumdur. Ardınca deyirdi ki, insan oğlu, ümumiyyətlə eksistensialistlərin fikrincə, insan oğlu dünyaya atılıb. Sartre da deyirdi ki, madam ki, insan oğlu dünyaya atılıb, onda öz elədiklərinə özü cavabdehdir. O özünü necə quracaqsa, elə də olacaq. İnsanın planlarına, seçimlərinə görə varlığına bir mən qazandırır həmin o dediklərim. Və insan özünü necə yaradırsa, özünə nə edirsə, nəyin ona edilməsinə icazə verirsə, insan odur. Sənə bugün hörmətsiz rəftar olunmasına icazə verirsənsə və buna gülürsənsə, sən olsan. Sən hörmətsizliyə layiqsən. Eksistensializmin arası təbliğ elədiyi yönlərdən biri də budur.
özünü seçməyi bacaran bu model insan ətrafını da seçir. İnsan əgər özünü seçə bilirsə, öz ətrafını da seçir. Belə bir insan üçün seçmək mütləq bir dəyərləndirmədir. Sartre məsələn bir maraqlı bir şey deyirdi. Deyirdi ki, bütün canlılar ətraflarının fərqindədirlər. Amma insan fərqində olduğunun belə fərqindədir. Bu şüarla insan üçün belə deyək, varlıq mahiyyətdən əvvəl gəlir. Fərd etdiyi işlərdən kənarda varlığına görə məsuliyyət daşıyır, insan yaratdığı bütün konsepsiyanın məsuliyyətini öz üstünə daşıyır. Eksistensialistlərə görə doğuşdan əvvəl bir yaşam yoxdur. Həyata məna qatan insandır. Ən dəqiq şəkildə desək, insan yolu seçən tərəf deyil. İnsan yolu çəkən, belə deyək, rəsm edən tərəfdir. Cənab Mersa bir eksistensial insanın modelinə nümunə gətiriləcək, misal gətiriləcək bir ədəbi obrazdır. Və Mersa öz yolunu özü çəkir. Öz yolunu özü seçir. Anam dünyasını dəyişib, buna üzüldüm. Qonşusa nə deyir? Deyir ki, mən deyir, onu sevirdim. Deyir, amma axıra yaxın bizim onunla danışacaq heç bir söhbətimiz qalmamışdı. Mənim deyir, ona baxacaq pulum da yox idi. Və mən onu aparıb ahıllar evinə qoydum ki, o orada kimləsə danışsın, desin, gülsün, söhbət eləsin və mənim maddi olaraq ona ödəyə bilməyəcəyim bəzi şeyləri ahıllar evində ona qarşı ödəsinlər, tələbatını ödəsinlər. Yəni, düşün, və anasının görüşünə də gedirmiş. Belə başa düşürəm ki, anasının görüşünə də gedirmiş. Yəni, ona ahıllar evinə atıb gəlməyib. Mən anama baxa bilmirəm, deyir. Mən demirəm ki, kimsə anasını aparsın, ahıllar evinə atsın. Əslində, burada mənə birdən səhv başa düşürəm. Burası, indi Avropa düşüncə tərzidir. Bu, Avropa yanaşma tərzidir. Məsələn, Merso bayaq dediyimiz kimi, Marini deyə bilərdi ki, mən sənlə evlənmirəm. Niyə sənlə evlənmirəm, bilmirəm. Amma sən yanaşma tərzinə yaxşıdır. Deyir ki, problem deyil. Əgər sən istəyirsənsə, evlənə bilərik. Deyir, məni heç sevmirsən. Deyir, bu nəyə lazımdır ki? Özü üçün rəsm elədiyi yoluydu. O, bu yolda gedirdi. Onun azadlığı buydu. Məsələn, eksistensializmin fərqi bilirsən nədəydi? Eksistensializm, məsəl üçün, eksistensialist insan modeli təcrübəli bir insan kimi formalaşmır. Yəni, empiriki bir vətəndaş kimi şəxsiyyət kimi formalaşmır. O, öz azadlığını, öz yolunu müəyyənləşdirir. Bax, o, öz yolunu çəkir demək istəyəndə, bax, mən bunu demək istəyirdim. Həm də bu cəriyana görə əvvəldən yazılmış deyən bir şey yoxdur. İnsan özü, öz taleyini müəyyən edir. Və bu görüşə görə bütün dəyərlər və bütün fəzilətlər insanlara əsaslanaraq yaradılıb. İnsanın sadəcə düşünmə, qərar vermə və seçmə bacarıqlar. İnsan düşünə bilirsə, qərar verə bilirsə, seçmə bacarığı varsa, onu heç kim qınaya bilməz. Sənin söz azadlığında var, sosial azadlığında var, siyasi azadlığında var və şəxsi həyatından bağlı da qərar vermə azadlığın var. Səni kim qınaya bilər ki, mən heç ola evlənmək istəmirəm? Təbii ki, o qədər evlənməyən adamlar var. Sən düşündün, qərar verdin və seçdin. Hətta sənə deyə bilərlər ki, sən bu qızla evlənməlisən. Sən deyirsən ki, üzr istəyirəm, sən evlisən, bir də sən paylaşarlar, Allah xoşbət eləsin. Yəni, məsəl üçün, sənə kim deyə bilərdi ki, bugünkü xanımla yox, sən o birisi xanımla evlənməliydin, biz deyənlə evlənməliydik. Əslində, sən əgər öz azadlığı və öz yolu seçmiş bir
varlıqsansa, canlı insan varlığısansa, sən düşünmüsənsə, qərar vermisənsə və seçdinsə, hər şey bitdi. İndi bilirsən bizim cəmiyyətdə nə çatmır? Düşünmə, qərar vermə və seçmə bacarığı. Bilirsən, biz bayaq dediyimiz müdirlərə işdən imtina rəftarla danışsaq, biz düşünsək ki, məsəl üçün, bugün evlənirik, nə məcburdur 300 nəfəri toyumuza çağıraq. Toy qutarana qədər də ancaq adu su içib həyəcanlar ki, görəsən kim pul salacaq, kim pul salmayacaq. Bunu gelib Səadət Sarayında nicah edib, oradan da evə gedə bilərsən də. Yəni, niyə bu düşüncə formalaşıb ki, insan dini nicahdan və rəsmi nicahdan sonra hələ də evlənmiş sayılmır? Biz mütləq 300 nəfər yığmalıyıq ora. Bəylə gəlib bu 300 nəfər yemək yeyən adamlar arasından keçib orada oturmalıdır. Onun qabağında cəmaət oynamalıdır. Həbsə hamı bilməlidir ki, bunlar evləndilər. Və artıq hamı bilməlidir ki, bunlar evləndilər, bəli. Amma nə rəsmi nicah, nə dini nicah bu iki fərd üçün heç bir əhəmiyyət kəsb eləmir. Özlərinə sual versin, evlənmişsiniz. Mən adamlar tanıyıram. Gediblər rəsmi nicaha, ailə həyatı qurduğunun fərqində deyirlər. Onlar üçün toy oldusa artıq, onlar evləniblər. İndi bu düşüncə tərzini biz özümüz formalaşdırmışıq özümüz üçün. Özümüz formalaşdırmışıq. Eləmi? Yəni, yaxınımız Allah gecindən versin, yəni dünyasını dəyişəndən sonra məcburuq mu çox kəhkəşanlı bir şey eləməyə? Bizə başsağlığı verməyə gələn insanlara çay da verə bilərik. Qəndlə. Müəyyən qədər indi hazırda bu dini məclislərdə müəyyən qədər bu proses düzəlib. Artıq yəni çay məsələsinə keçid almış müəyyən. Bəzi rayonlarımızda var. İndi bu bilsən siyasi qərarların, yəni siyasi belə deyək də, tribunadan verilən qərarlardan sonra nələrsə dəyişə biləcəyi başqa bir şeydir. Sən dediyin o qərar verilib falan, biri var siyasi tribunadan verilmiş qərarlar. Bir də var ki, insanların öz xoş iradəsi ilə belə düşünmə, seçmə, bayaq dediyim kimi qərar vermə bacarığı ilə nə isə həyata keçirmək istəyir. Yəni insanlar istəsələr mərasimi bu cür şəkildə yola verərlər. İnsanlar istəsələr toy məsələsini başqa cür halda yüngülləşdirə bilərlər. Yəni nə ehtiyac var ki bu? Biz bunu cəmiyyətə çevirdik də, bildin necə? Mersonun azadlığını, Mersonun düşünmə, seçmə bacarığını biraz maksimallaşdırdıq. Bu fərdi seçməkdir. Mən bunu cəmiyyət halında, kütləvi halda biz nələrsə seçib, nəyəsə ötəsindən gəlib, nələri özümüz üçün asanlaşdıra bilərik? Niyə bu qədər özümüzü qısırıq? Niyə bu qədər özümüzü çətinə salırıq ki? Yəni, nə ehtiyac var? Seçmək hüququnda ümumiyyətlə başqasına şərait yaradılmağı vassallıqdan başqa heç bir şey deyil. Bəs necə? Məsələn, bir insan özünün seçmək hüququnda çox maraqlı bir toy məsələlərinə toxundum. Məsələn, insanlar var ki, hələ də özlərinin sevmədiyi adamlarla evlənirlər. Bu da eksistensiallıq deyilmi? Özünü sevmədiyi adamlar, hələ də Sovet düşüncəsində qalan valideynlərin... Yox, bu eksistensial model deyil bu. Yox, model cəhətdən demirəm. Onlara seçmək hüququnda başqasına şərait yaradılması vassallıqdan başqa bir şey deyil. Nədir? Əgər bir insan özünün seçim hüququnda başqasına şərait yaradırsa, o artıq məğlubiyyətlə barışmalıdır. Məsələn, indi hazırda tutaq ki, hələ də Sovet dövründə qalan valideynlərin övladlarını qız seçmək deyə bir hüquqları yaranıb, amma öz aləmlərində deyək. Yəni fikirləşirlər ki, hələ də övlad onların seçdiyi xanımlarla ailə qurmalıdır. Fikirləşmir. Onun gələcək xoşbəxtliyi, onun karyerası haqqında heç bir cümlə fikirləşmir. Braziliyalı bir yazıçı var, Jorge Amado, yaxşı tanıyarsan. Sukinkasın qeyri-adi ölümü haqqında bir povest yazıb. Orada bir Sukinkasa dostu maraqlı bir ifadə deyir. Deyir ki, dostum,
sən hələ də öz seçimlərini özün etməmisənsə, bu sadəcə bir komediyadır. Yəni gülməli görünür də kənardan. Doğrudan da məsələn niyə axı yetkinlik yaşına çatmış bir adam, ailə qurmaq istəyən bir şəxs öz sevdiyi xanımla yox, xoşbəxt olacağı bir qadınla yox, hələ də ona Sovet dövrü, Sovet düşüncəsini aşılayan valideynin verdiyi qərarlarla oturub durmalıdır. Yəni bir nə dərəcədə bir uyğundur. Yəni onun həmin o insanın o eksistensial həyat yaşayan bir insanla nə fərqi olacaq? Yox, eksistensial insan modeli, gəl belə deyək də, sən də marksistlər və katoliklər kimi düşünmə. Bunlar insanın pessimist tərəflərini, yenə deyim, qaragürlük tərəflərini ortaya qoymurlar. Sadəcə görə nə gözəl seçimlər verirlər ki, yəni seçmə bacarığı, düşünmə bacarığı, başa düşürsən, qərar vermə bacarığı. Yəni onlarda var. Sadəcə o hissənin ora uyğunluğu tərəfindən danışıram. Onsuz da bilinir ki, bu eksistensial insanlar ən azından hisslərinə hörmət eləyirlər. Onlar hörmətsizlik eləmirlər. Bəli. Amma birbaşa olaraq valideynin, gəl açıq danışaq ki, valideynin övladına qarşı ən böyük hörmətsizliyi budur. Gəl açıq danışaq. Yəni fikirləşmir ki, bu adam bununla deyək bu adam bir də evlənməyəcək. Onunla boşanmayacaq. O boşanmanın olmamasının səbəbkarı da elə həmin valideyndir. Yəni bu adam bundan xoşbəxt deyildi. İstəmir də bir yerdə qalmaq. Yəni bunu niyə məcburi şəkildə bununla bir yerdə saxlayırsan? Elə yəni biz hələ bunları da aşmamışıq da. Bu da düz deyirsən. Bu da var. Məsələn, boşanmaq ayıbdır. Məsəl üçün sən nə deyərlər? Nə deyərlər bizə? Bundan sonrakı gəlib güya nə olacaq? Məsəl üçün üzr istəyirəm bu sözümə görə adı çıxdı. Bu adı çıxdı sözü nədir mən bilmirəm. Elə bil ki, ayaqqabıda almısan, bir dəfə geyinmisən, onu elə bir ki, təzə ayaqqabı adı ilə satmaq istəyirsən. Zaten geyinilən ayaqqabı yenə də ayaqqabıdır. Köhnə də olsa ayaqqabıdır, təzə də olsa ayaqqabıdır. Bəs biz qohum əqrabaya nə deyəcəyik? İnsanı niyə ayaqqabı ilə deyirlər? Biz qohum əqrabaya nə deyəcəyik? Hə? Biz düz deyirsən. Yəni bu yoxdur da, bu azadlıq yoxdur. Başa o qərar vermə, seçmə azadlığı yoxdur. Ya adam gör nə gözəldir, deyir, istəyirsənsə evlənərik, problem yoxdur. Amma çünki bilsən burada cəmiyyət fərqi var. Kommunun yaşadığı cəmiyyətinə Azərbaycan cəmiyyətinin bir yerə qoyma olmaz. Kommun onu öz yaşadığı cəmiyyətdən və Avropa belə deyək, həyat tərzinə uyğun yazıb. Və eksistensialların ən xoşuma gələn tərəfindən bilirsən nədir Vahəddin? Onlar sünnilik eləmirlər. Bir-birlərindən çalışırlar ki, sünniliyi aradan qaldırılsın. Bəs onu mən deyirəm də, mən əslində çox istəyərəm ki, elə sən şairsən, mən yazsıyam. Eksistensial janrda bir əsər yazmaq, cəryan növündə bir əsər yazmaq lazımdır. Bu cəmiyyətin azad düşüncə, təfəkkür, fərdi azadçılıqdan söhbət, öz həyatı ilə bağlı, öz yaşayışı ilə bağlı, azad qərarlar verə bilmə bacarığı olmayan cəmiyyət fərdlərini obraza çevirib bir əsər yazmaq lazımdır. Məncə bu daha çox maraqlı olar. Çünki Camus'un təsvir elədiyi mühit, Camus özü Fransada illərdir yaşayıb, ömrünün sonuna qədər. Dünyanı gəzmiş bir yazıçıdır. Və onun həm də Əlcəzairlə də əlaqəsi olub, bir gedişli, gəlişli olan bir yazıçı olub. Gözəl deyirsən amma. Deyirsən ki, cəmaat nə deyər? Yəni, nə qədər önəmlidir cəmaatın nəsə deməyi? Yox, cəmaat sənin həyatınla, şəxsi həyatınla bağlı niyə qərar vermir? Yox, yəni, nə məsələdir? Yəni, məsələn, bu ailə həyatı qurdu, xoşbəxt olmalı. Olmaz. Əsərin baş qəhrəmanı da o nəzərdən qıza elə cavab verir. Üzrüstəm, qız obrazının adı yadımdan çıxdı. Mari. Mariya bilsən nəyə görə deyir ki, sən istəsənsə evlənə bilərik. Yəni, deyir ki, sonra boşanacağınız üçün o cəmiyyətdə boşanmaq qınaq deyil. Bildin nətərdir? Təsəvvür elə Merso gəlib düşübdür bizim cəmiyyətə. Boşana bilmir. Merso gəlib bizim cəmiyyətə düşüb boşana bilmir.
Sonra Marini boşaya bilmir. Mari ağlayır ki, mənə cəmiyyətdə nə deyəcəklər. Yəni boşanmaq yəni yaxşı bir şey deyil. Mən bunu bilsən tərifləmirəm. Sadəcə olaraq yəni alınmırsa niyə də boşanmasın? Yəni bitsin də, qutarsın da, bu zülm, bu zillət qurtarmalıdır. Sən əgər bir xanım bir kişidən dolayısıyla böyük şəkildə zülm görürsə, yəni millət nə deyəcək? Bu adam bundan zülm görəndə, bunun yanında az qalanda, bunun yumruğunu yeyəndə, bunun şilləsini yeyəndə həmin cəmiyyət bəlkə də dəniz qırağında kef eləyir, bəlkə də başqa ölkədə istirahət eləyir. Hətta cəmiyyət qayıtdı. Sən boşanmısansa başlayacaqlar səndən danışmağa. Bu nə təfəkkürdür, bu nə düşüncəsə. Bax, mövzu bizə bu cəmiyyətlə uzlaşdırmaq, buradakı obrazları, bu əsərdəki obrazların problemi bizim cəmiyyətdəki fərdlərin problemindən qat-qat kiçikdir. Çünki onlar yetərincə azaddılar. Bir də ki, bizə bunun özü elə bir sonilikdir. Bir qurmalıqdır da, bu qrup qoşub nəyisə yaşamaqdır. Cəmiyyətdə bizə nə qədər suni adamlar var? Saysız hesabsız. Həmən sözü məsələ bir dənə misal gətirim. Çox maraqlı olub ki, artıq insanlara qarşı bir qəribə bir nifrət yaranıb. Amma çöldəki heyvana qarşı hədsiz dərəcədə böyük bir mehribançılıq yaranıb. Güya ki, bunlar heyvanı sevirlər. Mən sevən adamlar var. Mən buradan hamıya da səslənirəm ki, bəli. Bizim sevən adamlarla işimiz yoxdur. Bizim sevən adamlarla işimiz yoxdur. Əslində biz bacardıqca bizə nəyi eləməliyik? Azərbaycanda, Bakı küçələrində, Azərbaycanın əksər rayonlarında küçə heyvanlarının sayını azaltmaq lazımdır. Artıq bunlara diqqətli şəkildə, tam diqqətli şəkildə qayğı göstərmək lazımdır. Heyvanlar, mən bir söz deyim, sonra keçəcəm ona. Heyvanlara qayğı göstərmək lazımdır. Çünki insanların zaten problemləri o qədərdir ki, evinə çörək aparmaqda çətinlik çəkən adamlar, ya da iki işlə işləyə, evinə yemək aparmağa çalışan adamlar, küçədəki heyvanlara 60 qəpik verib pişik yeməyi alıb verə bilmirlər. Bu ixtiyar sahibi deyirlər, maddi ixtiyar sahibi deyirlər. Mən buradan bütün imkanlı şəxslərə, sahibkarlara səslənirəm ki, elə bu da bir vətənə qulluqdur. Vətənə qulluğun bir növüdür. Artıq bunu öz ailəsinin problemləri ilə əlləşən cəmiyyətin çiyinlərindən bu yükü götürmək lazımdır. Bir sözlə gəlin fikirləşməyən ki, bütün bu problemlərin hamısını dövlət eləməlidir. Azərbaycanda küçə heyvanlarının sayı hədsiz sayda minimuma salınmalıdır. Onlara xüsusi sığınacaqlar yaradılmalıdır. Avropanın bəzi şəhərlərində olduğu kimi. Küçə heyvanları demək olar ki, küçələrdə başsız qalmamalıdır. Çünki hava şəraitindən dolayımı və yaxud da yolda magistral yollardan heyvanlar keçir, maşın tapdalayır. Artıq bu qayğıya kütləvi şəkildə belə deyək, əl bulamalıyıq. Buna da başda kimlər ki, imkan sahibidir, sahibkarlara yenə də buradan səslənirəm, imkanlı şəxslərə səslənirəm. Bunun özü elə bir xeyriyyəçilikdir. Bu ayrı məsələdir. Amma baxırsan, adamlar var. Deyirsən ki, heyvana elə münasibət bəsləyir ki, inan ki, ətrafında bir dənə doğmasına heç elə münasibət bəsləmir. Salamam. Salamam haqqında istəyərdim ki, əvvəlcə bir qısa bir məlumat verəm. Salamon qoca bir yaşlı bir adamdır. Bizim bu cənab Mersonun qonşusudur. Və onun da bir iti var. İt əslində qalası olsa əvvəl çox gözəl bir it olub. Qəşəng bir it olub, belə deyim. Amma müəyyən bir müddətdən sonra it müəyyən qədər yaşlanır. Və tükü tökülməyə başlayıb, artıq qotur bağlayıb və bir gün
elə olur ki, bu it itir. Və bu itin də pis itməsinə Salamonun reaksiyası indi bizim hazırda bu cəmiyyətdəki insanların heyvanlara olan reaksiyasından biraz fərqlidir, biraz ona nisbətən daha ekstensialdır. Məsələn, fikirləşir ki, əvvəl Mersonla onların arasında bir diyaloq olur ki, bəlkə iti hər hansısa bir ödənişlə axtarasan, tapasan. O da fikirləşir ki, yox, əvvəl acıqlı bir cavab verir, yox, mən niyə ona görə bir ödəniş ödəməliyəm, niyə həmin itin axtarışında olmalıyam. Amma Mersonla Mari evdə olarkən birdən eşidirlər ki, qonşuda həmən o qoca öz çarpayısında uzanıb qəribə bir şəkildə ağlayır. İstəyirlər ki, onun iti üçün ağlayır. İstəyir ki, onun köməyinə çata və Merson evdə dayanmır, qonşuya keçir və onunla başlayır söhbətə. Qoca artıq burada təəssüf hisslərini vurğulayır. Mersona deyir ki, heç olmasa kimsə onu gedib götürsün, hər hansısa bir məntəqəyə versin, heç olmasa məntəqədə ona yaxşı baxarlar bu ömrünün son günlərində. Yəni fikirləşir ki, o artıq ömrünün son günlərini yaşayır. Sənin dediyin kimi də Bahəddin, cəmiyyətdə hazırda əgər mən razılaşardım, kaş ki, bütün insanlar bir həmin o qoca kimi yanaşardılar heyvanlara. Mersonun qonşusunun həmən o acısına şərik olmağı və daha sonra həmən o itin axtarışında olması özü böyük bir reallıqdır. Yəni bir göstəricidir ki, itə qarşı olan, yəni bir insan öz öz evdəki bir ev həmkarını itirib, ona təzədən qovuşmaq istəyir. Merson da fikirləşir ki, heç olmasa bu adamın bu həyatda itirdiyi tək bir şey budur. Yəni bundan başqa bunun nə itirəcəyi bir əşyası var, bir qohumu var, dostu var, tanışı var. Yəni yalnız bunun bir tapacağı bir iti var. O itinə özünə bir təsəlli tapır. Ya məsələ də bu buradan gəlir ki, məsələn Merson qonşusu Salomon kimi insanların bəzi hallarda cəmiyyətdən soyunmağı çox normaldır. İnsanlardan uzaq durmağı çox normaldır. Çünki Salomon öz həyat yoldaşını qoca yaşda itirib, uzun illər belə deyək, bir evdə yaşadığı həyat yoldaşını itirib, ömürgün yoldaşını itirib və ona bir belə deyək, qulaq yoldaşı lazımdır. Orada bir it götürüb özünə. Əslində Salomonun arada öz itinə qarşı qışqırması, ona əsəbləşməsi, bəzən onu vurması haqlı tərəf deyil, amma onunla oxuyanda mənə yenə deyirəm, bir neçə oxumuşam və s. Mənə belə bir təsir yaranır ki, mənə elə gəlir ki, Salomon öz iti ilə insan kimi davranır. Elə bir ki, bir otaq yoldaşı kimi, ev yoldaşı kimi yanaşır. Elə bir ki, bir evdə qaldığın adama deyərsən, bu qabları niyə yumamsan? O tələbələr qalar, buranı təmiz saxla, filan elə. Özünə elə bir maraqlı bir dünya qurmuşdu Salomon. Sadəcə o dünya dağılır, it itəndə artıq başlayır ağlamağa. Əsərin mənim üçün ən təsirli obrazı Salomondur. Və hətta mən onun itinə də qəzəblənirəm ki, onu tək buraxıb qaçır. Harasa bağlayanda o it çıxıb başını götürüb gedir. Bəlkə də bu əsərdə təhlil edə bilməyəcəyim tək obraz Salomondur. Çünki Salomon o qədər aciz bir obrazdır ki, Salomon artıq həyatı bitmiş, sadəcə olaraq dayanacaqda dayanıb o birisi dünyaya onu aparan gəmini gözləyən bir obrazdır. Mənə belə gəlir. Mənim təxəyyülümdə bu cür canlanır. Yenə deyirəm, 9 il ərzində bu əsəri mən 4 dəfə oxumuşam. Hər dəfə də bu əsəri tam
dəqiqliklə, səmimiliyimlə deyirəm ki, Salomona görə oxumuşam. Salomonun iti ilə bağlı olan epizodlarına görə oxumuşam. Əsərin sonu mənim üçün maraqlıdır bir də. Əsərin sonu cənab Mersonun məhkəməyə çıxarılması, məhkəmədə edam hökmünə layiq görülməsidir. Mən hərdən elə düşünürəm ki, Vahəddin, elə bir insan haqqında edam qərarının verilməsi özü biraz mənim razılaşmadığım tərəfdir. Məsələn, niyə razılaşmadığım tərəfdir? Onun əsərdə yəqin ki, fikir vermisən, onun iki dənə həvəsləndirdiyi bir hobbilər var. Onlardan biri nə idi? Deməli, Merson həmişə qəzetlərdə, jurnallarda yaxşı hissələri tapıb, şəkil markaları tapıb öz dəftərinə yapışdırırdı. Bir də bir hüzuru var idi. Demək, bu adam həmişə evə gələndə təsəvvür elə piyada və sakitcə dənizin qırağından gəlməyi sevirdi. Və axırda elə bir adamın bir nəfəri öldürməsi və sonra onun haqqında edam qərarının verilməsi bir sözlə dəhşətdir. Yəni bir faciədir mənim üçün. Mən belə düşünürəm. Əsər bilsən, əslində Camus bunu belə yazmalı idi ki, orada bir oyanış hissəsini görək biz, o model tamamlansın. Sən bunu dəhşətli gördün, mən İtdən Salomon hissəsini dəhşətli gördüm. Amma o hissədə maraqlı gələn o idi ki, əsərin son hissəsində onu mühakimə edirlər və mühakimə edəndə nəyə səbəb tuturlar? Ona deyirlər ki, məhkəmədə sən anavın dəfnində ağlamamısan. Və şahidlər gətirilir, dindirilir. Onlar da təsdiqləyir ki, bəli, o ağlamamışdı. Ahıllar evində qalan insanları gətirirlər, ahıllar evinin direktoru gəlir ora və şahid qismində dindiriləndə bu şeylər cənab Mersonun əleyhinə işlədilir. Çox mənasız bir cinayətkarı cinayətdə təqsirli bilmək üçün əsas göstəriləcək çox mənasız detallardırlar. Əslində bu da elə bir növ insanların istənilən cəmiyyətdə lazımsız düşüncə tərzinə malik insanların mövcudluğundan xəbər verir. Yazısı burada buna işarə verir. Yəni, bu adam cinayətkardır və təqsirli bilinir və fakt, yəni bu bir ərəbi öldürüb. Əslində onun soyuqqanlı olmağını sübut eləmək üçün məhkəmədə o ifadəni işlədirlər ki, sən ağlamamısan. Yəni ağlamamısansa, deməli sən o qədər soyuqqanlısan ki, bir insanı öldürə biləcək gücdəsən. Yəni o da amma bayaq izah elədiyim kimi, yəni onsuz da bu Merson üçün çox adi hallar idi. Yəni bunun üçün adi olan halları cəmiyyətin bu qədər qabarıq şəkildə onun qabağına atması, önünə atması bir halda onu çaşdırdı. Amma ən maraqlı detal orada rahibin onun otağına girməsi, artıq edama gedir. Ona sual verir ki, sən niyə görə, sən Tanrıya inanırsan? O deyir, yox, mən Tanrıya inanmıram. Rahibin onun otağına girməsi, əsərin ən maraqlı tərəfi də bu idi ki, sonda edama yaxın olan hissədə rahibin onun otağına girməsi və ona sual verilməsi ki, dəfələrlə rahib onunla görüşmək istəyir və o görüşdən qaçır. Sən Tanrıya inanırsan, o da deyir, yox, mən Tanrıya inanmıram və əsərlə bağlı, o hissə ilə bağlı bir maraqlı hissəni oxunmaq istəyirəm. Deyir, mənim əfv ediləcəyimə belə başlayır, deyir, onun fikrincə insan məhkəməsinin heç bir əhəmiyyəti yoxdur. Yalnız Allahın mühakiməsi mühümdür. Dedim, məni ki adamlar mühakimə elədilər. Cavab verdi ki, bununla mənim günahım heç də yuyulmur. Dedim, mənə məlum deyil ki, günah nədir. Mənə yalnız onu dedilər ki, müqəssirəm. O hesabla da cəzamı çəkirəm. Başqa sorğulara isə ehtiyac yoxdur.
O yenidən ayağa qalxdı və mən fikirləşdim ki, bu darısqal kamerada tərpənmək istəyəndə ayrı alacı yoxdur. Yalnız ayağa qalxıb təzədən otura bilərsən. Yəni gözəl bir yanaşmadır ki, deyir, insan məhkəməsinin heç bir əhəmiyyəti yoxdur, yalnız Allahın mühakiməsi mühümdür. Deyir, mən də dedim ki, məni ki, adamları mühakimə elədilər. Cavab verdi ki, bununla mənim günahım heç də yuyulmur. Yəni, deyir, məni insanlar mühakimə elədi də, məndən başqa nə istəyirsiniz? Bu, mənə elə gəlir ki, orada baş obraz demək istəyirdi ki, mən əgər bir insanı öldürməkdə mən belə bir nəticə çıxardıram, hər bir romanın at qatından bir nəticə çıxartmaq olaraq, demək istəyir ki, mən cinayət törətdim və siz mənə həbs elədiniz. Siz mənə həbs elədinizsə, edam hökmünə layiq bilirsiniz. Məni də sizin inandığınız Tanrı yaradıb, sizi də sizin inandığınız Tanrı yaradıb. Siz məni qətl törətdiyimə görə edam cəzasına layiq bilmişsiniz. Və mənə də inatla deyirsiniz ki, Tanrıya inan, tövbə elə, Tanrıya inan, Tanrıya inan. Mən Tanrıya niyə inanım ki, siz də məni öldürəcəksiniz də? Yəni, biraz haradasa o qədər məntiqli yanaşma tərzi var ki, və əsərin sonlarına yaxın orada bir öz-özünə danışıq eləyir. Əsərin sonlarına yaxın Merso öz-özünə bir maraqlı danışıq eləyir. Qoca Salamonun arvadının dəyəri köpəyindən nə az, nə də çoxdur. Salomonu artıq həyat elə bir hala gətirib çıxardıb ki, arvadının dəyərinlə onun itmiş köpəyin dəyəri eynidir. Sən arvadı da gedəndə tənhaydı, köpəyi də gedəndə tənhaydı. Arvadına qarşı da içində bir bağlılıq, dostluq, həyat yoldaşlığı, sevgisi olub. Əslində itinə qarşı da nə qədər qəzəbli olsa, o itinə də həmin sevgini güdürdü. Bir eksistensial modelin bu qədər insani davranışı, qəddarlıqla xoşgörlülük arasında incə pərdəni saxlaya bilməsi mənə elə gəlmir ki, eksistensial insan modeli qəddar modeldir. Tək ki, istənilən cəmiyyətdə mövcud olan o üzünə belə baxmaq istəmədiyim, iki kəlmə söz danışanda adamın tükləri biz dayanan adamlar cəmiyyətdə mövcud olmasın. Cəmiyyətdə elə qoy eksistensial insan modelində adamlar daha çox olsun. Bu tərbiyədə insanlar daha çox olsun. İnsanlar qəddar olmaq əvəzinə qoy elə bax, belə bir insan olsunlar. Ən azından belə insanlar olsunlar. Belə düşünürəm ki, cəmiyyət istənilən halda o paşlanmadan keçməlidir. Və cəmiyyət nə qədər ki, pis insanlardan, pis düşüncələrdən, pis fikirlərdən arınsa, biz daha uğurlu, daha güvənli sabaha doğru yönələcəyik, daha işıqlı, daha günəşli günlərə doğru yönələcəyik. Bugün hər ailədə doğan, belə deyək, körpə fidanlarımız, övladlar, uşaqlar, hamısı Azərbaycanın gələcək cəmiyyəti, hamısı daha uğurlu cəmiyyətə göz açacaqlar. Bunun üçün nə eləmək lazımdır? Bunun üçün bir-birinə yad olmayan cəmiyyət formalaşdırmaq lazımdır. Ən birinci növbədə insan fərd olaraq özünə qarşı yad olmamalıdır. İnsan öz azadlığını öz daxilində formalaşdırmalıdır. İnsan bütün yanlış düşüncələri, bütün əxlaqsız davranışları birinci növbədə öz daxilində, öz daxili tərəzisində çəkməlidir. Və verilişimizi George Bernard Shaw'nun bir gözəl sözü ilə bitirmək istəyirəm. Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik. Qalıb yer üzündə insan kimi yaşamağı öyrənmək. Gəlin insan kimi yaşamağı və bir-birimizə doğma olmağı unutmayaq.